Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz, amma faydalarını bəzən tam bilmədiyimiz bir qidadan, qarğıdalıdan danışmaq istəyirəm. Qarğıdalı hər birimizin sevdiyi, xüsusilə yay aylarında tez-tez yediyimiz bir qidadır. Bəli, sadə görünə bilər, amma qarğıdalı əslində sağlamlığımız üçün çox böyük faydalar daşıyır. Gəlin birlikdə bu faydalara daha yaxından baxaq. Əgər qarğıdalının faydalarını və zərərlərini tam olaraq bilmək istəyirsinizsə, videonu sona qədər izləməyi, bəyənməyi və kanala abunə olmağı unutmayın. İlk olaraq qeyd edək ki, qarğıdalı zəngin lif mənbəyidir. Lif dedikdə biz nəyi nəzərdə tuturuq? Liflər həzm sistemimizin düzgün işləməsində çox mühüm rol oynayır. Qarğıdalı qəbul etdikdə bağırsaqlar daha aktiv işləyir, qəbizlik problemi azalır və ümumi olaraq həzm sistemi rahatlaşır. Əgər tez-tez mədə problemləri yaşayırsınızsa, qarğıdalı sizin üçün faydalı seçim ola bilər. İndi isə enerji məsələsinə baxaq. Qarğıdalı karbohidratlarla zəngindir və bu o deməkdir ki, bədənimiz üçün sürətli və effektiv enerji mənbəyidir. Xüsusilə səhər yeməyində və ya gün ərzində yorğun hiss etdikdə qarğıdalı yemək sizə enerji verə bilər. İdmanla məşğul olan insanlar üçün də bu çox yaxşı qidadır. Qarğıdalının tərkibində bir çox vitaminlər mövcuddur. Xüsusilə B qrupu vitaminləri sinir sistemi üçün çox vacibdir. Bu vitaminlər stresi azaltmağa, yaddaşı gücləndirməyə və beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Eyni zamanda A vitamini göz sağlamlığını qoruyur, Y vitamini isə dərinin daha sağlam və gənc qalmasına kömək edir. Göz sağlamlığından danışmışkən, qarğıdalının tərkibində lutein və ziaksantin adlı iki çox vacib maddə var. Bu maddələr gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur və yaş artdıqca yaranan görmə problemlərinin qarşısını almağa kömək edir. Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıdalı və saçaqları, hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. Lakin öd daşı xəstəliyi zamanı çoxlu qarğıdalı yemək olmaz ki, bu xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesinlər. Çox az adam bilir ki, təzə sütül qarğıdalı dəmləməsi mədə altı vəzinə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu maddələr mübadiləsini tənzimləyəcək. Pankreatit və diabetli xəstələrə çox faydalıdır. Qarğıdalı həm də ürək üçün faydalıdır. Onun tərkibində olan liflər və digər faydalı maddələr qanda xolesterin səviyyəsini tənzimləyir. Bu isə ürək-damar xəstəliklərinin riskini azaldır. Yəni sadə bir qarğıdalı ilə ürəyinizə dəstək ola bilərsiniz. Digər vacib məqamlardan biri də antioksidantlardır. Qarğıdalı güclü antioksidant mənbəyidir. Antioksidantlar bədənimizi zərərli maddələrdən qoruyur, hüceyrələrin zədələnməsinin qarşısını alır və qocalma prosesini yavaşladır. Bu isə həm daxili sağlamlıq, həm də xarici görünüş üçün çox önəmlidir. Qarğıdalı eyni zamanda minerallarla da zəngindir. Onun tərkibində maqnezium, dəmir, sink və kalium kimi elementlər var. Bu minerallar bədənimizin normal işləməsi üçün vacibdir. Məsələn, dəmir qan dövranını yaxşılaşdırır, maqnezium əzələlərin rahatlamasına kömək edir, kalium isə ürək ritmini tənzimləyir. Bir çox insan bilməsə də, qarğıdalı çəkiyə nəzarətdə də kömək edə bilər. Çünki liflə zəngin olduğu üçün uzun müddət toxluq hissi yaradır. Bu isə artıq yeməyin qarşısını alır və arıqlamaq istəyən insanlar üçün faydalı ola bilər. Bununla yanaşı qarğıdalı dərimiz üçün də faydalıdır. Onun tərkibində olan vitaminlər və antioksidantlar dərini qidalandırır, daha parlaq və sağlam görünməsinə kömək edir. Hətta bəzi kosmetik məhsullarda qarğıdalı ekstraktından istifadə olunur. Amma burada vacib bir məqam var. Qarğıdalını necə istehlak etdiyimiz də çox önəmlidir. Qaynadılmış və ya buğda bişmiş qarğıdalı ən sağlam variant hesab olunur.
Lakin çox yağlı və duzlu popkorn və ya emal olunmuş qarğıdalı məhsulları eyni faydanı verməyə bilər. Hər şeydə olduğu kimi qarğıdalını da normada yemək lazımdır. Həddindən artıq istifadə bəzən mədə problemlərinə səbəb ola bilər. Sonda belə deyə bilərik, qarğıdalı sadə görünsə də, əslində çox güclü bir qidadır. O bizə enerji verir, sağlamlığımızı qoruyur və gündəlik qidalanmamıza dəyər qatır. Əgər bu cür faydalı məlumatlar xoşunuza gəlirsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.